Zər aparmışam. Dilbər həkim, bir dənə də ondan başqa mesizdirə. Dedi, bunun uşaq olmayacaq, qaytarını aparın, malı, dərman da veriblər. Gətirmişəm evə uşağın ağrıları möşəm başlayıb. Qaytarmışam dala. Gedəndə Ağdaşda uşaq oldu. Göbəyini kəsdik, girahladık. Dilbər həkim dedi, mesizdirələrdə dedi. Dedi ki, bu uşaq da sağlamdır, ana da sağlamdır. Gedin, gecə 12'də olub bizə deməyiblər. Əhlimana zəng eləyiblər. Yoldaşımın da nömrəsi həkimlərdə idi. Niyə elədi, niyə eləmədi, həkimlər elədi. Əhlimana nə üçün zəng eləyib? Əhliman mənim düşmanımdır. İşim məhkəmədədir. Əhliman onun qaynatası idi. O da deyir, Əhlimana zəng eləyib, dedi, mənim düşmanımdır. O mənim gəlinim döydü. Yaxşı, gümrah vəziyyətdə aparıb oraya təhvil veriblər. Həkim deyib ki, hər şey yaxşıdır, vəziyyəti də yaxşıdır. Qayıdıb gələndən hardasa 2 saat sonra uşaq düşüb komaya. Komaya düşəndən sonra deməli orada bu müayinə də gedəydi. Ondan əlavə də bu işlər məhkəmədə idi. Həmin o dövrdə onların orada polis şöbəsində də mənim nömrəm var idi. Pülyos kənd sovetində də nömrəm var idi. Mən getdim orada həkimlərə dedim, həkimlər bunu niyə qaytardınız? Dədə öz evi deyildi, öz evi hökumətin xəstəxanasıdır da. Qoyuduz qalıydı, orada bir dənə otaq verdi, sancısını çəkiydi. Xəstəxanada özü uşaq danışa, anası da yanında olur, gəlinləri də yanında olub. Özü qalxıb 2-ci mərtəbəyə. İndi nə ona yardım eləyiblər, nə eğariblər, uşaq düşüb zada komaya. 08.03.2025-ci il tarixdə saat 20 radələrində 1990-cı il təvəllüdlü Abbasova Nahidə Babək qızı evdə doğuş etdikdən sonra Cəlilabad rayon mərkəzi xəstəxanasının doğum və ginekoloji şöbəsinə daxil olmuşdur. Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti orta ağır, huşu aydın olmuşdur. Saat 00 radələrində qadının ümumi vəziyyətində kəskin ağırlaşma baş vermiş və reanimasiya şöbəsinə köçürülmüşdür. Reanimasiya şöbəsində xəstədə kəskin tənəffüs çatmazlığı müşahidə olunmuş və xəstə dərhal süni tənəffüs aparatına qoşulmuşdur. Bütün reanimasyon tədbirlərə baxmayaraq, aparılan müalicə tədbirlərinə baxmayaraq 20.03.2025-ci il tarixdə saat 17:30 radələrində ölüm faktı qeydə alınmışdır. Ailənin səsləndirdiyi iddialara isə həkim hər hansı aydınlıq gətirməyib. Qeyd edək ki, Cəlilabadın Soyuqbulaq kənd sakini 26 yaşlı Nahidə Abbasova uşaq dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Bu, qadının 4-cü hamiləliyi olub. Nahidə Abbasova həyat yoldaşı ilə boşanma ərəfəsindəymiş. Faktla bağlı araşdırma aparılır.